Azərbaycanın BMT ilə əməkdaşlığı üzrə 2026-2030-cu illəri əhatə edən yeni çərçivə sənədinin ümumi maliyyə yükü 85,3 milyon dollardır. Bu barədə Bakıda keçirilən BMT-nin davamlı inkişaf üzrə əməkdaşlıq çərçivəsinin yüksək səviyyəli birgə rəhbər komitəsinin iclasında bildirilib. Qeyd olunub ki, bu məbləğin 51 milyon dolları artıq mövcud resurslar hesabına təmin olunub, qalan 34 milyon dolların isə növbəti 5 il ərzində cəlb edilməsi planlaşdırılır. Diqqətə çatdırılıb ki, yeni çərçivə sənədi inklüziv sosial-iqtisadi inkişaf və insan kapitalının gücləndirilməsini, həmçinin ekosistemlərin qorunmasını, iqlimə davamlılıq və yaşıl artımı təşviq edir. 2026-2030-cu illəri əhatə edən çərçivə sənədi bu baxımdan iki əsas prioritet istiqamətli müəyyən edir. 1. İnklüziv sosial-iqtisadi inkişaf və insan kapitalının gücləndirilməsi və ekosistemlərin qorunması, iqlimə davamlılıq və yaşıl artımın təşviqi. Bu prioritetlər bütün vətəndaşlar üçün keyfiyyətli xidmətlərə çıxışın genişləndirilməsi, layıqlı məşğulluğun təmin edilməsi, innovasiya və sahibkarlığın inkişafı, resurslardan səmərəli istifadəyə və ətraf mühitin qorunmasına xidmət edir.